Assalamu aleykum əziz dostlar. Gözəl Zakatı alanımızın gözəl Muxaq kəndində əziz dostlar. Deməli tam yolun kənarında. Deməli Zaqataldan gələndə dostlar, Zəyəm yolu üstü. Zəyəm bir dənə operator zəhmət olmasa göstər. Zəyəm yolu üstü bu yolun üstündə. Dostlar, bu küçüdən içəridə göstər operator zəhmət olmasa. Bu küçədən içəridə dostlar qəşəng həyət yanı torpaq, həyət yanı ev tikəsi. Kim ev tikmək istəyirsə, kimsə şəh qurmaq istəyirsə, kimsə nəsə iş yeri açmaq istəyirsə, həyət yanı inşallah elə bir ki kupçası hazır vəziyyətdədir. Yəni ki birbaşa adamın adına keçiriləcək inşallah. Evimizin düz küçəmizin düz qabağında mağazin, burada mağazin. İrəlidə orada qəssabxanalar, orada çayxana. Çox münasib gözəl yerdir. Ev tikib yaşamaqda ötəri. Yenə dediyim kimi nəsə iş yeri açmaq istəyirsə, inşallah ətraflı yaxında göstərim. Və əziz dostlar, göstər operator zəhmət olmasa asfalt, o asfalt yoldur Zəyəm, Muxaq. En gözəl yol üstü. Dediyim kimi qəssabxanalar, dükkanlar, oradan 50 metr içəridə. Bax qaz xətti. Evin yanı düz qaz xətti, interneti, işığı, su yerin içində. Dostlar, super yeri. Deməli, yerin içində də 30 topa fındıq var. Bax darvazasına baxın. İstəyəsiniz bu darvazanı saxlayar, istəməzsiniz əlavə darvaza qoyarsınız, cibə görə necə münasibdir. Ya bismillahirrahmanirrahim daxil olaq. Və əziz dostlar, suyumuz da dağ suyu. Baxın, əlhamdülillah, yəni su da var. Bax, 30 topa fındıq, bir dənə bağı göstər. 30 topa fındıq, yerin içində gilas, yerin içində alma, armudu, xurması, qoz ağacı. Yəni xətriniz nə istəyir, hansı istəsən meyvədən var. Dostlar, Muxaq kənd sakinləri, Zəyəm kənd sakinləri, ətrafda olan kənd sakinləri, kim yola yaxın, münasib, 15 sotdan bir balaca da artıqdır. İnşallah yer istəyirsə torpaq, amma həyət yanı da, həyət yanı torpaqdır. Pay torpağı deyil. Kim almağı istəyirsə, qiymətimiz də 11.000, elə bir ki 800 manatı verir, müftənin müftəsinə verir. Muxaqda bu qiymətə yer yoxdur. 15 sotu gəlib başda 800-ə, 700-ə gəlir. Yəni ki, bu adama pul lazım olduğu üçün satır. Amma həyət yanı yerdir. Ev tikə bilərsən, yəni nə istəyə bilərsən, inşallah sənədlərdə yoxlanılıbdır. Heç bir problem, 10-11 gün ərzində birbaşa adamın adına inşallah işləyib düzəltəcək. Dostlar, nömrəni də xatırlatdım dostlar. Deməli, 077 512 74 76 nömrəsi zəng eləyin. Gətirib göstərək. 30 topa fındıq var, meri meyvəsi var, hər şeydə yerin içində. Yerimiz də, yəni ki, həyət yanıdır, həyət yanı sənəddir. Soruşmayın, ayramız, demədin, torpaq paydım, həyət yanıdır, ev tikməyə icazəli yerdir. Alana da, satana da Allahdan xeyrisi. Sağ ol.